Cihan və meşənin itmiş səsi. Bir gün 6 yaşlı Cihan skuteri ilə yaşıllıq parkında gəzirdi. Yanında həmişə oynadığı balaca it Pati və pişik Mırmır da var idi. Cihan heyvanları çox sevirdi. Ən çox darıxdığı isə bir vaxtlar evlərində olan, sonra uçub gedən papuqay idi. Birdən parkdakı bütün quşlar sustu. Ağaclarda qəribə bir səssizlik yarandı. Niyə heç kim oxumur, deyə Cihan təəccübləndi. Pati hürərək qabağa qaçdı. Mırmır da onu izlədi. Onlar birlikdə kolların arasında qanadı budağa dolaşmış balaca yaşıl papuqay gördülər. Cihan çox ehtiyatla budaqları açdı və papuqayı azad etdi. Elə həmin an bütün meşə yenidən quş səsləri ilə doldu. Sanki təbiət nəfəs aldı. Bu vaxt yaxınlıqdan keçən polis maşını dayandı. Polis əmi gülümsəyərək dedi: "Cihan, sən təkcə bir quşu yox, bütün meşənin sevincini geri qaytardın." Papuqay sevincək Cihanın başı üzərində bir neçə dövrə vurdu. Sanki təşəkkür edirdi. Sonra isə yaxınlıqdakı yuvasına uçdu. Cihan göyə baxıb gülümsədi. Öz papuqayını xatırladı və düşündü. Bəlkə o da hardasa belə xoşbəxt yaşayır. O gündən sonra Cihan hər kəsə deyirdi: "Heyvanları sevək, çünki onlar danışa bilməsələr də sevgini çox gözəl hiss edirlər."